Əmirül Müminin Əli ibn Əbi Talib ağa o ağa idi ki, imamlar atası idi. O şəxs idi. Yeganə Məscid-ün Nəbiyyə sahabələr içərisində evin qapısı açılan, Peyğəmbər məscidinə qapısı açılan yeganə şəxs idi. O şəxs idi ki, Kəbə evində tək dünyaya gəlmiş. Ondan başqa kimsə Kəbə evində dünyaya gəlməmiş. O şəxs idi ki, onun övladları Behiş cavanlarının ağası. O şəxs idi ki, onun xanımı dünya və axirət xanımlarının xanımı. O şəxs idi ki, Peyğəmbərə ilk iman gətirdi. O şəxs idi ki, Peyğəmbərin ölüm yatağına heç bir səhabə girmədikdə Əli ibn Əbi Talib ağa canını qurban verdi. Canından keçərək Peyğəmbəri xilas etmə qərarına gəldi. O şəxsdir ki, Xəndək müharibəsində Əmr ibn Əbdəvidə qalib gəldikdə Peyğəmbər salavatullah buyurdu: "Zərbətu Aliyyin yevməl xəndək əfzəlu min ibadətis səqələyn." Əlinin xəndəkdə vurduğu zərbə insanların, cinlərin qiyamətə qədər etdiyi ibadətdən üstündür. Bilirsinizmi niyə? Çünki imanla küfrün savaşı idi. Əgər Əmr ibn Əbdəvid Əli əleyhissalamı məğlub eləsəydi, küfrün iman üzərində qələbəsi idi. Bugün bizim bu minbərdə danışmağımızda, sizin bu xütbənizdə ümumən müsəlmanların İslamda olmasında, imanda olmasında o zərbənin bərəkəti var. Zərbətu Aliyyin yevməl xəndək əfzəlu min ibadətis səqələyn. Buyurdu, Əlinin xəndəkdə vurduğu, indirdiyi zərbə insanların, cinlərin etdiyi ibadətdən alidir, üstündür.